Mənim kimi cavanlar məsəl üçün pulu yığır, toy pulunu saxlayır, öz-özünə toy edir. Öz-özünə toy edir, o pulu kimə verir, o özünə xərcləmir. Da qıtır, o pulu kimə verir? O Şah sarayına. Şah sarayına verir. Şah sarayına verir. Da başqa. Amma o da indiyənə kimi toylara gedir. Bir dəqiqə toylara gedib də, onu indiyə qədər toylara gedəndən sonra o sırfada nə qədər yeyilməyən şeylər var. O da ona gəlib satır da. Nə qədər yeyilməyən israf tökürlər çölə. O da gəlir evində bir ay onu yeyir də. Kim yeyir? Kimin evinə verirlər? Öz evlərində. Mən toy elədim, gördüm da. Mən toy elədim, gördüm. O boğurladı, zibilliyə töy. And olsun Allah'a yemədi. Az gəldim, evdə dolma yedim. Toydan çıxdım, gəldim, elə dağıtdılar ki orada. Elə israfçılığı siz elədiniz. Mən deyirəm də, siz məcbur eləyirsiniz. Cəmaət bir-birinin bəsinə düşübdür. Pulları yoxdur, amma çox xərcləyirlər. Siz gənclərdədir günah, biz yaşlılarda yox. Siz gənclər ən gözəl yerlər istəyirsiniz. Deyirsiniz, biz belə eləyəcəyik. İsrafçılıq gedir də, nəyə lazım bir belə xərclənər? Bir dəfə toy olur da. O israfçılıq deməzdim ona. İnsan bir dəfə evlənir həyatında. Normal insan bir dəfə evlənir. Onda elə israfçılıq da eləyə bilər. Lazımsız yerə pul xərcləndiyini düşünürəm. Yəni uzaq qohumlar heç vaxt görünməyən qonaqlar üçün bir gün o qədər məsrəf eləmək məncə həqiqətən də yersizdir. Onun yerinə o pula başqa daha faydalı işlər görmək daha yaxşıdır. Azərbaycanda toylarda israfçılıq var. Necə olmalıdır köhnə qayda ilə, ədəb-ərkanla. Qayda qanun necə edirsə əvvəllər. Bir elə yemək hamısı havaya gedir. Yeyirlər, cəmaət onun hamısını aparıb tökürlər o aynada, israfçılıq. Olur. Yəni əsasən də bu salatlar, yəni lazımsız şeyləri doldururlar stol üstünə. 2-3 cür yemək verilsə, yəni yaxşı yemək verilsə bəs deyilər məncə. 300-500 manata, 200 manata olmaz axır. Yaşlar da elədi, toylar da elədi. Çox. Nəinki toylarda, yaşlarda da qənaətçil olmalıdır, xeyirli olmalıdır. Hər iki tərəfə, iştirakçıya da, məclisə aparana da hamısına xeyirli olmalı. Əksinə israfçılığı daha çox, hər ikisini. Nə çox israfçılığa yol verilməsin, nə də ləğv olunmasın. Daha ekonomlu, daha yığcam olsalar daha yaxşı olar. O süfrəyə düzülən bütün nemətlər yeyilmir. Əvvəllər necə olur? İndi elə olmalıdır. İndi həddindən artıq asatrim, məndən belyuqa, melyuqa. Adam var ki, imkanı çatmır toy eləməyə. Cavanlarımızda subay qalıb. Ümumiyyətlə o salatlardır, nə bilim nədir, belə şeylər yığışdırılmalıdır da, çox israfçılıq olur. Yuxarıdan başlayır da. Yəni hər şey nəzarət olsa yaxşı olar məncə. Toylarda çox israfçılıq olur həqiqətən. Çox şeydə israfçılıq, hətta yas mərasimlərində. Müxtəlif içkilərlə, salatlarla, yeməklərlə bir dəfəyə nə qədər yemək olar?